1 aprel tamaşası hələ də davam edir və seçkin qoy nəticəsi olsun, sonra tanıyaq, o demək. Burada Paşinyanın mövqeyini gücləndirən bir amil də var. O amil də onunla bağlıdır ki, konstitusiyanın qəbulu ilə bağlı yekun qərarı referendum deyil. Əgər parlament qəbul etsəydi, bu halda deməli vəziyyət gərgin idi. O bax, nəyə görə bunu söyləyirəm? Paşinyan indi siyasi oponentlərinə söyləyə bilir ki, siz nədən çəkinirsiniz? Niyə mane olursunuz? Onsuz da bunu nə siz edəcəksiniz, nə biz. Bunu erməni xalqı referendumda mövqeyini bildirəcək. Xeyr ola, nədən qorxursunuz, nədən çəkinirsiniz? Verək xalqın deməli müzakirəsinə. Xalqın Orada çox üzr istəyirəm, sözü kəsdim. Orada çox incə bir məqam var. Məsələ ondadır ki, ora müzakirə, referenduma maddələr ayrı-ayrı səs verməklə çıxarılmayacaq. Bəli, elə çıxarılsa, yeni konstitusiyada hər şey hə yox olur. Bəli, amma ayrı-ayrılıqda çıxarılsa, bu artıq çox ciddi. O konstitusiya dəyişikliyidir. Yeni konstitusiyada hə deyirsiniz, yoxsa yox deyirsiniz? Yəni, biz hər birimiz bilirik ki, xüsusilə də elə Köçəryan üçün və ya da ki, Karapetyan üçün o Azərbaycan qarşı ərazi iddiası ilə bağlı bəndin çıxarılması bu çox önəmli məsələdir. Aydındır, onu demir. Yəni səs verəndə erməni xalqı bilmirsən, o hissəsilə razılaşır, bu hissəsilə razılaşır. İstənilən halda o çap olunacaq. Xalqın xəbəri olacaq ki, söhbət nədən gedir. Yoxu bilirəm, hə, yox, amma xalqın məlumatı olur ki, mən hansı konstitusiyaya səs verirəm. Emri məlumatı olur mu? Məsuliyyəti nətər qoyacaqsın xalqın boynuna? Yox, istənilən halda xalq səs verir də. Bu necə məsuliyyət? Xalq səs verir, amma xalqdakı o hissəsinin razı yox, xalqın, mənim sözümün canı odur ki, Paşinyanın bu dəqiqə manevr imkanı var ki, siz nədən çəkinirsiniz? Sonra dedikdə konstitusiyon çoxluğun olmamasına sevinir. Faktiki olarak bu dəqiqə. Yox, konstitusiyon çoxluq olsaydı daha yaxşı olar, daha rahat. Bu qədər. Yox, siz təsəvvür edin ki, 70-71 səsi var. Belə olan vəziyyətdə məsələ müzakirəyə çıxarılır və qərar da qəbul edilir, göndərilir. Rahat gediləcək, amma məsuliyyət tam onların üzərində qalacaq. Paşinyan atdığı addımlar ki var. Paşinyan deyir ki, açıq şəkildə sünnlikdə gəlib çıxışında seçqaba deyir ki, məni ittiham edirlər ki, mən güya Qarabağı vermişəm, deməli Azərbaycana. O şey ki, bizim deyil, mən onu necə verə bilərəm? Yəni Qarabağ Azərbaycan bunu açıq şəkildə söyləyir də. Daha o risklər və yaxud da ki, nə bilim bunu desəm o məsuliyyət söhbət. O yeni Ermənistan, real Ermənistan platforması ilə iştirak edir. Onun 100 bəndlik seçi-qabağı platforması ilə tanış olanda görürsən ki, 48 min erməni deyir Azərbaycanla Qarabağdan köçüb gəlib, 48 min ailə. Biz onları deyir ki, Ermənistanda qalacaqlar, geri dönməyəcəklər. Fikirləriz, açıq şəkildə bunları söyləyir. Qarabağ, Dağlıq Qarabağ ifadəsi yoxdur, Asır ifadəsi yoxdur, Qarabağ ifadəsi var. Bu məqam razıyam, amma burada çox ciddi məsələ var. Siz dediniz ki, Koçaryan üzərində stavka elədiniz, amma Anar müəllim dedi ki, elə bunun Karapetyan özü eləyəcək. Köçəryanı mən təsadüfən demədim. Mən bilirəm Köçəryan nə qədər şovinisti, terrorçudur, bu bəlli həqiqət. Mən ona görə söyləyəm ki, Köçəryan sanki yer qoydu ki, mən baş nazir olsam, mən seçkilərdə qalib gəlsəm, Azərbaycanla sülh müqaviləsi imzalayacağım. Sual verildi ki, bu necə olur? Dedi, təhlükəsizlik təminat aldıqdan sonra. Bildim. Yəni, siz deyirsiniz ki, bax, referendum üçün lazım olan konstitusiyon çoxluq səsini siz dediniz Koçaryanın alacaq, Anar mənim dedi ki, Karapetyan özü verəcək. Düzdürmü? Bilsin, mən ümumiyyətlə siyasətçilər. Ben başqa sual verəcəm. Əzək şəkillərini istifadə eləmirlər. Həmin reallıqda o baş verməsi istisna deyil. Siz mənim boynuma qoymayın ki, mən mütləq şəkildə. Mən boynuna qoymuram. Siz bu ehtimalı elədiniz, Anar mənim də bunu ehtimal elədi. İndi mən bu sual vermək istəyirəm. Hələ imkan vermişsiniz ki, mən sualı verim. Biləsiniz, boyuna qoyuram, yoxsa boyundan çəkirəm. Burada indi bir məqam var. Rusiyanın bu prosesdə iştirakı təmin olunacaqmı hər iki situasiyada? Rusiya hələ ki təzyiq yolunu seçib. Hansı təzyiq yolunu? Yəni xəbəriniz var. Artıq kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında Ermənistan 2024-cü fevral ayından de facto fəaliyyətini dayandırıb. İndi həmin o müqavilənin hərbi siyasi təşkilatının məlum müqaviləsinin 20-ci bəndi ilə bağlı yaxın zamanda müzakirələr başlayır. Mən başqa nüansı soruşuram. Bu təşkilatdan çıxarılmasına bağlı. O nüansı soruşmuram. Sizin ehtimalınız ki, bu Koçaryan ola bilər və yaxud da Samvel Karapetyan, Anar müəllimin ehtimalı. O ehtimalda da Rusiya faktoru, yəni Rusiya iştirak edəcək. Rusiya istənilən halda çalışır ki, bu prosesdə iştirak etsin. Rusiyanın bundan kənar niyyəti yoxdur. Yəni fərqi yoxdur. Bu Koçaryandır yoxsa Karapetyandır? Sülh müqaviləsi Rusiyanın iştirakı ilə olur. Bəli. Fikrini yekunlaşdır. Hər ikisi Rusiyanın bağlı məlum qüvvələrdir. Bildim. Onun üçün istəyirsən... Yəni hər ikisinin şərti o olacaq da.
Onlar bunu çox açıq şəkildə, belə parlaq şəkildə Aydındır, ifadə etməyib. aydındır, Məsələn, ona aydındır. qalsa Paşinyan sual verilə bilər ki, Paşinyan qərb yönümlü siyasətçidir, amma ilk səfərini Rusiya eləyəcək, ilk rəsmi səfərini. Eyni zamanda Rusiyaya bağlı reveranslar eləyir. Bunun səbəbi o idi ki, Paşinyan gözəl bilirdi ki, Ermənistan əhalisinin seçicilərinin bir qismi Rusiya pərəst mövqedədir. Yəni elə bir danışıq ortaya qoymalıdır ki, həmin elektoratı itirməsin. Ona görə ki, bəyanatlar çox şey ola bilər siyasi məqsədlər baxımından. Rusiya meyilli qüvvələrdən o səs ala bilməz. Çünki zaten Rusiyanı təmsil edən 3 partiya var da orada. Kimdən alacaq o səsi? Yox, orada bir şey də vardı. Yəni sən əksin fikirləşkinə. Yəni bir mənalı şəkildə anti-Rusiya siyasəti aparsa, o onu ziyanlı olar. O mütləq müəyyən manevr qabiliyyətini özündə saxlamalıdır. Hakimiyyətə gələndən bəri anti-Rusiya siyasəti aparmayıb və bundan sonra da aparmayacaq axı. Söhbət anti-Rusiya siyasətindən getmir. Paşinyan pragmatizmdən gedir. Paşinyan addım bu hər kəsə bəllidir. Paşinyan qərbin adamıdır. Amma Paşinyan sadəcə olaraq fərqindədir ki, o Rusiyadan iqtisadi baxımdan o səviyyədə asılıdır ki, bir ölkənin 84 hesab edir ki, qərbin adamı deyil. Mən hesab edirəm qərbin adamıdır. Onu 2018-ci ildə 70% səslə hakimiyyətə gəldi. O qərbin adamıdır. İnqilab elədi, deməli, məxmədi inqilab. Həmin Lenindən özü bəri tarix sübut edir ki, Lenindən bəri tarix sübut edir ki, belə inqilablar hər birisi xarici maliyyə dəstəyi ən az olmadan mümkün deyil. Ukraynadakı Maydan hadisələri və s. Birləşmiş Ştatlardan sonralar məlum olur ki, bu bizim rəqəm deyil. Özlərinin rəqəmləri ki, 5 milyard dollar deməli Ukrayna hadisələrində inqilabın baş verməsinə və s. dövründədir. 5 dənə Avropa ölkəsi ilə də sərhəddi var. Yəni Ermənistan, siz Ermənistandakı seçkilər, Ermənistanda Paşinyan hakimiyyətə gəlməsi və inqilab bu qərbin dəstəyi olmadan mümkünsüz. Sadəcə praqmatik siyasətçidir. O gözəl bilir ki, Rusiya pərəst yoldan, daha doğrusu qərb pərəst yolunu birmənalı şəkildə seçsə, Nə Saakashvili olmaq istəyir, nə Yanukoviç olmaq istəyir. Bu aydındır. İki stulda əyləşmək siyasətini imtina edə bilməz. Onu da başa düşdüm.